Selamünaleyküm. Buyur kardeş oğlum. Alın. Bereket. Alverin necə gedir? Gördün ki alırlar. Adamları tanımaq olmazmış. O dəfəki görüşümüzdən sonra... Deyirdim daha kimi, amma səni bir də bu bazarda görməyəcəyim. O biriləri bazardan ayaqlarını çəkiblər. Görünür ya qorxurlar, ya da vicdanlarını tamam itirməyiblər. Sədir, cavanlıqda mənə belə söz deyənin dişlərini tökərdim. Elə hesab elə ki, dişlərimi töhmüsən. Mən səni bir abırlı kişi hesab eləyirdim. Neynimə? Dolana bilmirəm, siz də dolandıra bilmirsiniz. Bir çətən külfətim var, ağzını açıb hamısı yemək istəyir. Bəs Mehdinin ailəsi, uşaqları yoxdur? Ha? Yaxşı çək, hamısını alıram. İxtiyarın yoxdur, hamı necə, mən də elə. Götürəsən. Üzümü gəlin uşaq bağçasına aparın. Bakın, katibin maşını. Saxla, saxla gör. Hoş gördük. Hoş gününüz olsun. Necəsiz? Alışırsınız rayona? Elbette bu teziyle alışma çetindir. Ama bazı şeyler aydınlaşır. Bəli. Ulas, o İlyas Qəmbərov nece adamdı? Necə bəyəm? Yanıma gelmişti. Deyirdi suyumuz bol olsa bize zeval yoktu. Deməli sizin də qanınızı qaraldıb. Fikir vermeyin, o biraz kəm hösələdir. Yəqin məndən də şikayət eləyib, ha? Yok, heyflənirdi ki sədrimizin gözü yaban qorxub. Düzü toxundu mənə bu söz. Məəttəl qaldım. Əşi, ona nə var ki? Araz aşığından da, kür topuğundan. Deyir nə var, su çəkdiyin, tənək bastırdın, bitəcək, bar da verəcək. Əlbəttə bunu dildə demək asaddır. Yok, kişinin diline göre dilçəyi də var. Yaxşı üzüm yetiştirib. Apardı mənə həyətində göstərdi. Belə adamların məsləhəti çox lazımdır bizə. Yaxşı, sağ ol. Yaxşı yol. Ha, eşitmişəm bu üzüm alverinə qarşı qəribə mübarizə üsulu tapmışsan. Amma bu məsələyə biraz ayıq yanaşmaq lazımdır, çox ciddi məsələdir. Neysə, bu barədə ətraflı danışmalıyıq. Sağ ol. Yaxşı yol. Şəhərli balası. Ol bir